Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mais qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bakıda Qlobal Cənub QHT platformasının təsis konfransı işinə başlayıb. Tədbir Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini, eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir. Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini, dünya ölkələrinin 3/2 hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Cənub QHT platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb. Müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi, Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. İran Prezidenti Məsud Pezeşkiyan Azərbaycana səfərə yola düşüb. Missiyası xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb. Bildirilib ki, Tehran hava limanında Pezeşkiyanı İranın birinci vitse-prezidenti Məhəmməd Rıza Arif, İranın ali rəhbərinin ofisinin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi və bir qrup hökumət rəsmisi yola salıb. Xocalı şəhərinə daha 33 ailə köçürülüb. Bakı şəhərindən 15 ailə, Goranboy rayonundan 7 ailə, Abşeron rayonundan 3 ailə, Ağcabədi rayonundan 2 ailə, Sumqayıt şəhərindən 2 ailə, Gəncə şəhərindən 1 ailə, Qobustan rayonundan 1 ailə, Şirvan şəhərindən 1 ailə, Mingəçevir şəhərindən 1 ailə yola salınıb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə çatacaq. Ukrayna prezidenti Volodimir Zelenski hərbi əməliyyatların dayandırılması və çoxdan gözlənilən sülhün gəlməsi müqabilində Krımı verməyə hazırdır. Missiya Sky News-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump jurnalistlərə müsahibəsi zamanı məlumat verib. Mən görürəm ki, Zelenski sakitləşib. Məncə o mənzərəni anlayır və razılaşmaq istəyir deyə Ağ Ev rəhbəri vurğulayıb. Bakıda ölümlə nəticələnən qəza baş verib. Missiya Qafqaz Infoya istinadən xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib. 2000-ci il təvəllüdlü Orxan Sərhədoğlu Qurbanov idarə etdiyi Az-Samand markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanılıb. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.